2025-ci il sentyabrın 7-dən 8-nə keçən gecə dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda ayın tam tutulması prosesi baş verdi. İkinci tam ay tutulması başladı. Dolunay kızıla büründü. في مشهد فلك kravavlı known as the blood moon. Witness a rare celestial During the total lunar eclipse. Ayın üstü qırmızı göründüyündən bəziləri ona qanlı ay deyir. Nə baş verdi ki? Ehtimallar var. Xatırlayırsınızsa, mən sentyabrın 20-sində yayımlanan Dirilik ağacı reportajında inanclar barədə danışmışdım. Həmin inanclardan biri də budur ki, belə hadisələr planetə təsir edir. Bəs bu yalnız ehtimaldırmı? Yalnız inancdırmı? Xeyr. Bu reallıqdır. Gəlin yaddaşımızı təzələyək və Yaponiyanı xatırlayaq. Söhbət 2011-ci ildən gedir. ...2011-ci il Yaponiyada baş verən tsunami hələ də dünyanın yaddaşından silinməyib. Yadınızdadırsa, bu hadisədən bir neçə gün əvvəl ayın yerə qeyri-adi formada yaxınlaşması baş vermişdi. Çoxu bunun sadəcə astronomik bir təsadüf olduğunu qeyd eləsə də, amma alimlərin əksəriyyəti bunun ay və yer münasibətlərində mühüm bir hadisə olduğunu qeyd eləmişdi. Bəlkə də bu sadəcə göydə baş verən bir yaxınlaşma deyildi. Bəlkə də bu təbiətin bizə göndərdiyi bir xəbərdarlıq idi. Çünki ən kiçik yaxınlaşmalar bəzən ən böyük dalğalara səbəb olur. Təbiət çox vaxt bizə öncədən xəbərdarlıq edir. Amma bu işarələri vaxtında görmək və düzgün başa düşmək hər zaman asan olmur. Ona görə də hava şəraitini izləmək və qabaqcadan xəbər almaq çox vacibdir. Bu həm təhlükəli halların qarşısını almağa kömək edir, həm də gündəlik həyatımızı planlaşdırmağımıza şərait yaradır. Sabah hava yağışlı olacaq. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim cənub
küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Bəs hava haqqında məlumatlar necə toplanır və bu məlumatlar tamaşaçılara necə çatdırılır? Axşamın xeyir qızım. Axşamınız xeyir. Bir vaxtlar kəndin ağsaqqalı göyə baxıb deyərdi. Sabah bir leysan olacaq ki, tutucundan göyə çıx. Alo, 3, 7, 5. Aviya telegraf. Sabah bir leysan olacak ki tutucundan sabah hava yağmurlu olacak. İndi isə minlərlə kilometr yuxarıda fırlanan peyklər bizim üçün qərar verir. Hava proqnozları necə bu qədər dəyişdi? Bu sualın cavabını öyrənəcəyik elə indi. Beləliklə sizi hava haqqında məlumatın necə hazırlanması ilə tanış etmək üçün yola çıxdıq. Qubaya gedirik. Nəhayət Qubanın Xınalıq kəndinə çatdıq. Amma yolumuz hələ bitməyib. Növbəti stansiya 15 kilometr məsafədə yerləşən Şahdağ Hidrometeoroloji Tədqiqat Mərkəzidir. Çatdıq. Amma əvvəlcə onu bilin ki, bura hava haqqında məlumat vermir. Bizim heç bir müşahidə məntəqəsində və yaxud hidrometeoroloji stansiyada hava proqnozu verilmir. Faktiki məlumatlar əsasında hava proqnozu Hidrometeoroloji Proqnozlar Bürosunda hazırlanır və əhaliyə və ictimaiyyətə çatdırılır. Heç hidrometeoroloji meydança ifadəsini eşitmisiniz? Mənim üçün də yad ifadə idi, amma artıq deyil. Hidrometeoroloji meydança hava şəraitinin müşahidə edilməsi üçün istifadə edilən qurğuların yerləşdiyi əraziyə deyilir. Hansı ki, burada onlar buludların hərəkətini, yağıntının miqdarını, küləyin sürətini, istiqamətini, torpağın temperaturunu müşahidə edə bilirlər. Onu da deyim ki, bu meydançada müşahidələr həm ənənəvi qaydada, həm də avtomatik üsulla aparılır. Hələlik isə gəlin ənənəvi üsulla havanı necə müşahidə edirlər, bunu aydınlaşdıraq. Bu vedrənin adı Assatkomuni Tiratkovu vedrəsidir. Necə? Assatkomuni Tiratkovu. Yağan yağıntının miqdarı burada tökülür. Buradan isə biz meteorologiya otağında həmin yağıntını qış vaxtı olanda qar olarsa, bunu çəki üsulu ilə ölçürük. Ya maye yağıntılar olarsa stəkana tökərək millimetrlə ölçün. Yəni onun içinə su dolur, yağış suyu, qar suyu. O suyu götürürsünüz, siz istifadə edirsiniz. Suyunu götürürük, dəyişirik. Gün ərzində 2 dəfə səhər saat 8-də və axşam saat 8-in məlumatlarında. O suyu götürüb nə edirsiniz? Milli Hidrometeorologiya Xidmətinə göndəririk. Suyun özünü nəylə göndərirsiniz? Yəni ki, qablar var da xüsusi. Qablarla göndərirsiniz, gedir. Hər gün göndərirsiniz siz bunları? Hər gün yığılır, yağan yağıntı ay ərzində yığılır, ayda bir dəfə göndərilir ayın axırında. Bu gördüyünüz qar ölçən tamaşalardır. Qar ölçən tamaşalar? Tamasa. Bəli, tamasalardır. Bunlarda yəni ki, gördüyünüz kimi hündürlüklər verilib. Hər biri 1 sm ölçülür. 10, 20 qış ərzində qar olarsa, qarın hündürlüklərini bu reykalarda göstərilir. Toplanılır, orta hündürlük təyin olunur. Bu 3 dənə reykadan götürülən. Bəzilərində olur 70 sm, 60 sm, 50 sm. Bəzilərində yəni külək tərbətir deyənə qarı
yağan qarı. Külək olur deyənə o reykada az göstərə bilər, bu reykada çox göstərə bilər. Ortalama 3 dənəsindən orta hündürlük təyin olunur. Orta hündürlüyü necə təyin edirsiniz misal üçün? 3 dənəsini toplayırıq. Məsələn 70 sm bu reykada qar varsa, onda 50 sm, bu reykada isə 50 sm varsa toplanılır, 3-ə bölünür. Yəni ki, meydançada olan qarın orta hündürlüyü təyin olunur. Bunlar torpaq termometrləridir. Bu gördüyünüz torpağın faktiki temperaturunu təyin etmək üçündür. Torpağın temperaturu nə qədərdir? Hal-hazırda 21 dərəcə torpaqda temperatur müşahidə olunur. Qış aylarında mənfi 20 dərəcəyə qədər, 15 dərəcəyə qədər düşür. Yəni isti olan hallarda hardasa 40 dərəcəyə qədər, 45 dərəcəyə qədər yay aylarında əsasən temperatur qalxır. Bunlar dərinlik termometrlərdir, sabinolar. Sabino termometrlərdir. Bu termometrlər 5 sm dərinlikdə, 10 sm dərinlikdə, 15 sm, 20 sm dərinliklərdə olur. Yəni torpağın dərinliklər üzrə temperaturunu təyin etmək üçündür. Mən həm də qlobal istiləşmə adlanan planetar bəlanın səbəblərini öyrənmək üçün buradayım. Yer kürəsinin 3/2 hissəsi sudan ibarət olsa da, dünyanın ən böyük problemlərindən biri su çatışmazlığıdır. Çünki planetimizdə su ehtiyatları qeyri-bərabər paylanıb. Onu da nəzərə alaq ki, ən yaxşı şirin su mənbəyi buzlaqlardır. Buzlaqların azalması isə su ehtiyatımızın azalması deməkdir. Bu gördüyünüz Tufandağ massividir. Hazırda da qardan örtülüdür. Respublika ərazisində daimi buzlaqlardan biri də və ən əsası da bu həmin massivdə yerləşir. Hər ilin avqust ayında ərazidə buzlaq monitoringi, yəni qlasioloji müşahidələr aparırıq. Çox təəssüf ki, buzlağın həcmində hər il azalma müşahidə olunur. Qlobal iqlim dəyişmələri fonunda temperaturun yüksəlməsi qar ehtiyatlarının azalmasına gətirib çıxarır. Bu da təbii olaraq əsas qida mənbəyini qar suları təşkil edən çaylarda suyun və şirin su ehtiyatlarının azalmasına səbəb olur. Çay sularından söhbət düşmüşkən, gəlin görək çay sularını necə müşahidə edirlər. Bu ölçdüyü cihazın adı nədir? Termometrdir. Suya ölçən termometrdir. Bəli. O biri də səyyar tamasa. Suyun səviyyəsini ölçən Mənə səyyar maraqlı tamasa. oldu, nə qədər oldu görəsən dərəcəsi? Temperatur nə qədər oldu çayın temperaturu? Suyun temperaturu müsbət 5,7 dərəcə. Və suyun səviyyəsi 23 üstü əlavəsi də elədin üstünə. Suyun səviyyəsi 94 sm. Biz yağışlıq geyindik, bayaq yağış yağırdı. İndi amma yağış yoxdur. Bu buludlardan da baş açmaq olmur. Xəyam, yeri gəlmişkən buludların növləri olur. Yəni yağışı verən başqa buluddur, qarı başqa yoxsa? Bəli, onlar buludlar növlərinə ayrılır. Yuxarı yarış buludlar var. Onlar elmi dildə Cirrus buludlar gedir. Cirrus buludlar lələkli olur, laylı, bir də topaq. Onlar da 3 qrupa bölünür. Hər buludun 100-ə yaxın növü var. Bütün buludlardan da yağıntı yağır. Biz dedik yuxarı yarış buludlar, yuxarı yarış buludların hündürlükləri başlayır 6 kilometrdən yuxarı. Yəni 6000 metrdən yuxarı yarış buludları. Bu dediyimiz Cirrus buludlar. Sonra gəlir orta yarış buludlar. Orta yarış buludlar adlanır Altocumulus buludları. Onlar da öz növbəsində 3 yerə bölünür. Laylı, lələkli, topalı buludlar formasında. Onlar da ki hündürlüklər başlayır 2 kilometrdən 6 kilometr. Sonra gəl aşağı yarış. Bizə lazım olan əsas aşağı yarışdır. Yağıntısı da orada var, dolusu da orada var, ildırımı da orada var. Leysanlı yağışı olan buludlar da hamı aşağı yarış buludlardır. Hazırki buludlar hansılar? Hazırki buludlarımız biz belə deyək. Bir dəqiqə baxdığımızda 3 cür bulud gördük biz. Şimal-şərq istiqamətdə baxdığımız, məsələn, Qızılqaya istiqamətində Nimstratus bulududur. O bulud yağış bulududur. O buluddan həm yağış yağır, həm də ki qar yağır. Qışda qar, yay aylarında əsasən yağış yağır. Sonra biz baxaq Tufandağ istiqamətində baxdığımız
buludlar Sirius buludları. Özünüz də görürsünüz ki, hündür yarus buludlardır, göy üzü görsənir. Məsələn, topa bulud var, biz ona deyirik ki, cumulonimbus. Leysanlı yağışlar cumulonimbus buludlardır. O buludlar biraz təhlükəli buludlar. Bir də ən təhlükəli buludlardan biri də frakonimbus bulududur. O bir buluddur, qara bir arealı götürür, gedir, ora tökdü, yağışı, leysanı tökdü, getdi, bir də hava açıldı. Adam arada istəyir ki, biraz isti olsun da, biraz isti olsun ona, istilənsin, arada bir tərləsin. Burada o mümkün deyil. Yox, burada xeyr, burada mümkün deyil. Çox isti heç vaxt hava olmur. Burada maksimum isti olub bu ildə 25-15 dərəcə isti olub. Maksimum temperatur 25. Nisbəti 25-15. Havada olan su buxarının miqdarına havanın rütubəti deyilir. Bütün qazlar kimi onun da təzyiqi var. Havanın temperaturu nə qədər çox olarsa, onun doymuş halda təzyiqi də bir o qədər çox olur. Buna görə də havanın temperaturu ilə rütubətliyi bir-birinə təsir göstərdiyindən əsas iqlim faktoru hesab olunur. Bu gördüyünüz isə psixometrik köşk adlanır. Nəyi müşahidə edirsiniz burada beyti? Burada havanın faktiki temperaturunu və rütubətin, havada olan rütubətin miqdarını təyin olunur. Bu gördüyünüz bu TM4 markalı termometrdir. Havanın faktiki temperaturunu təyin etmək üçündür. Bu tüklü higrometr adlanır bu cihaz. Burada havanın, yəni ki, faktiki havada olan faktiki rütubətin miqdarı göstərilir. Bu da yaş termometrdir. Bu da havada olan rütubəti təyin etmək üçün. Yəni bunlar hər ikisi eyni məqsədə xidmət edir də, belə deyək. Mən bir şey istəyərdim əlavə edeyim. Bəzən əhalidə belə bir yanlış informasiya olur ki, havanın temperaturu dedikdə yerdəki temperatur, asfaltın üstündəki temperatur və yaxud digər yerlərdəki temperatur nəzərdə tutulur. Amma psixometrik köşkdə qoyulan termometrlər insan boyu məsafəsində yerdən 2 metr yüksəklikdə mütləq kölgədə havalanan köşkün içində verilən qeydə alınan temperaturlar yerüstü temperatur hesab olunur. Bu gördüyünüz isə flügerdir. Bu hal-hazırda yüngül lövhəli flügerdir. Küləyin istiqamətini və sürətini təyin etmək üçün istifadə olunur. Hal-hazırda şimal-qərb istiqamətində əsir külək. O dəmir hansı tərəfə fırlansa? Hansı tərəfə fırlansa, o gördüyünüz kimi o belə deyək də C hərfinə oxşayan o şimal istiqamətini göstərir. Top tərəf əsas istiqamətdir, düzdür? Hansı istiqamətlənibsə? Hansı istiqamətsə, ha tərəfə fırlansa, küləyin istiqaməti dəyişərsə, şərqə, cənuba, qərbə, hansı istiqamətə dəyiksə, top da həmin istiqamətə fırlanır. Maksimal şiddətlənməsi isə küləyin 10 dəqiqə ərzində müşahidə aparılır. 10 dəqiqə ərzində belə deyək də ən maksimum 20 metrəyə də qalxa bilər, 6 metrəyə də qalxa bilər, 10 metrəyə də qalxa bilər. Maksimalını 10 dəqiqə ərzində müşahidə edirik. Həmin müşahidəyə yazırıq MKB kitabçasında. Azərbaycan Ümumdünya Meteorologiya Təşkilatının üzvü olduqdan sonra müasir tələblərə cavab verən yeni hidrometeoroloji stansiya və məntəqələr yaradılıb. Yəni bu stansiyalarda ənənəvi üsulla yanaşı, həm də dünya təcrübəsinə əsasən müasir metodlardan istifadə olunur. Belə dostlar, reportajımızın Quba hissəsini burada yekunlaşdırırıq, amma Bakıda davam edəcəyik. Elə isə çox vaxt itirmədən düşürük yola. Nəhayət gəlib çatdıq Bakıya. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin binasının qarşısındayım. Az öncə haqqında danışdığımız Qubada yerləşən Şahdağ Hidrometeoroloji Tədqiqat Mərkəzi də daxil olmaqla digər ərazilərimizdə yerləşən bütün stansiyalarda hazırlanan müşahidə məlumatları məhz bura ötürülür. Ötürülən həmin o məlumatlar xidmətin situasiya mərkəzinə daxil olduqdan sonra təhlillər aparılır və bizə ötürülür. Bilirəm ki, həmin məlumatların necə təhlil olunması mənim kimi sizə də maraqlıdır, ona görə də məhz buradayam.
Situasiya mərkəzində proqnozlar, faktiki müşahidə məlumatları, peyk görüntülər, meteoroloji radarlar və proqnoz modelləri vasitəsilə hazırlanır. 55-dən artıq belə bizim meteoroloji stansiyalarımız vardır ki, hazırda əməkdaş həmin stansiyadan daxil olan məlumatların toplanması və onların emalı prosesini həyata keçirilir. Ekranda da gördüyünüz kimi Qubada yerləşən avtomatik stansiyamızdan daxil olan məlumatların toplanması həyata keçirilir və orta sutkalıq burada həm temperatur göstəriciləri, deyək ki, temperatur, maksimal, minimal temperatur, orta temperatur, eyni zamanda küləyin sürəti, istiqaməti və temperatur göstəriciləri seçilir. Bunların emalı prosesi həyata keçirilir. Növbəti mərhələdə isə onlar artıq proqnozlaşdırma üçün bir məhsuldur və proqnozlar bürosuna ötürülür. Növbəti bizim monitorda Respublikanın müxtəlif coğrafi zonalarında yerləşən hidroloji stansiyadan, avtomatik hidroloji stansiyadan daxil olan məlumatların emalı prosesi həyata keçir. Qeyd edim ki, ölkə üzrə 40-dan artıq bizim belə hidroloji stansiyalarımız mövcuddur ki, həmin stansiyalardan real vaxt ərzində ölçülmüş deməli məlumatlar situasiya mərkəzinə ötürülür. Bu zaman burada həmin çaylarda deyək ki, suyun səviyyəsi, sürəti, eyni zamanda temperaturu ilə bağlı məlumatlar ötürülür və bizim hidroloqlar tərəfindən həmin məlumatlar emal edilir və növbəti mərhələdə çaylarda baş verə biləcək sel daşqın hadisələri ilə bağlı proqnozlar hazırlanır. Monitordan izlədiyimiz çay Qusar rayonu ərazisindən axan Qusar çaydır. Quzun məntəqəsində olan hidroloji stansiyamızda yerləşdirilmiş IP kameradan çayda olan faktiki vəziyyəti izləyirik. Qeyd edim ki, çayda hazırda sel daşqını hadisəsi müşahidə edilir və sakit axın olduğu kamera vasitəsilə izlənilir. 10 dəqiqədən bir ötürülən məlumatlar, avtomatik məlumatlardır, hansı ki, avtomatik stansiyalardan göndərilir. Avtomatik məlumatlardır və məlumatlar qeyd etdiyim kimi personalsız, həmin stansiyalar personalsız işləyir və ölçü məlumatları fasiləsiz olaraq hər 10 dəqiqədən biri yenilənərək situasiya mərkəzinə ötürülür. Çay şəbəkəsinə təsir göstərən əsas amil yağış hadisələridir. Yağıntının miqdarının çox olması çaylarda sel və daşqınların baş verməsinə gətirib çıxarır. Hidroloqlar bildirir ki, 2023-cü ilin təhlillərinə əsasən ötən illərlə müqayisədə baş verən sel hadisələrinin sayı 3 dəfəyədək artıb. İlk baxışdan yəni bir-birinə oxşar görünsələr də, amma əslində fərqli proseslərdir. Daşqın çayda suyun məcranın dolması nəticəsində suyun məcradan daşmasıdır. Amma sel prosesləri çox çətin proqnozlaşdırılan və anidən baş verən hadisələrdir ki, bunlar deməli müəyyən bir dövrdə, qısa bir dövrdə çayın mənbəyində, dağlıq ərazidə birdən-birə leysan yağışların yağması və həmçinin həmin ərazidə havanın temperaturunun istiləşməsi nəticəsində buzlaqla qidalanan çaylara aiddir ki, buzlaqların əriməsi birdən-birə çayda suyun artması ilə nəticələnir ki, seldə bilirik ki, asılı gətirmələrlə özünü göstərir və bu gətirmələr özləri də ciddi hardasa çayın məcrasında tıxanma yaratmaqla ciddi fəsadlara səbəb olur. Daha qısa müddətli proqnozların hazırlanması, həmçinin verilmiş proqnozların dəqiqliyini yoxlamaq üçün Göygöl və Şamaxıda yerləşən meteoroloji radarlardan istifadə edilir. Həmin radarlar vasitəsilə radarın yerləşdiyi ərazidən 250 km məsafədə yerləşən rayonların faktiki vəziyyətini qiymətləndirmək mümkündür. Həmçinin həmin radarlar vasitəsilə buludların hərəkət trayektoriyalarını izləməklə yaxın 2-3 saat ərzində harda təhlükəli atmosfer hadisəsinin baş verəcəyini də müəyyənləşdirə bilirlər. Burada söhbət dolu, leysan yağışlar, şimşək çaxması və digərlərindən gedir. Növbəti günlərin hava proqnozunu bilmək bizdən ötrü təkcə evdən çıxanda çətiri götürməmək və ya çimərliyə gedib getməmək üçün lazım deyil ki, beynəlxalq və şəhərlər arası nəqliyyatın hərəkəti, kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi və hətta kommunal xidmətlərin fasiləsizliyi də məhz sinoptiklərin proqnozlarından asılıdır. Buna görə də yaxın günlərin hava proqnozu gündəlik olaraq öyrənilərək təkcə ictimaiyyətə deyil, həmçinin aidiyyatı dövlət qurumlarına ötürülür. İqlim dəyişmələri və qlobal istiləşmə səbəbindən son dövrlər təhlükəli hidrometeoroloji təbiət hadisələrinin arealı və təkrarlanma tezliyi daha da genişlənib.
Misal üçün ildırım çaxması. İldırım buludla yer arasında baş verən elektrik boşalmasıdır. İqlim dəyişmələrinin təsiri nəticəsində yüksək temperatur şəraiti buxarlanma qabiliyyətini artırır və bulud əmələ gəlmə prosesini sürətləndirir. Daha isti və rütubətli hava kütləsinin sürətlə atmosferin yuxarı qatlarına qalxması nəticəsində ildırım buludları formalaşır. İldırımlar əsasən yaz-yay dövrləri üçün xarakterikdir. Son dövrlərdə yağışla müşayiət olunmayan quru ildırımlar daha tez-tez təkrarlanır. Bunun əsas səbəbi ildırım buludlarının daha yüksəkdə yerləşməsi və düşən yağıntının buxarlanaraq yer səthinə gəlib çata bilməməsidir. İlk baxışda bu heç nədir. Amma kəpənək effekti məhz belə yaranır. Nədir kəpənək effekti? O deməkdir ki, hər şeyin üstündə bir kəpənək ola bilər. Bir stəkan su dolur, daşmır. Təsadüfən bir kəpənək qonur, qanadını çırpır və su daşır. Misal üçün elə həyat da belədir. Biz bəzən doluruq, susuruq, dözürük. Bir gün kiçik bir səbəb, kiçik bir söz, bir baxış və hər şey dağılır. Ona görə də diqqətli olmaq lazımdır. Bəlkə də hər şeyin və hər kəsin stəkanı artıq dolub və bəzən bir üfürük kifayətdir ki, hər şey daşsın. Çalışaq ki, o kəpənək biz olmayaq. Sağ olun.